Salam değerli abituriyentler. Bugün fizikadan təkrar kampımızın 6-cı günündəyik. Və mən bugün DİM-in 2024-cü ildə keçirmiş olduğu sınav imtahanından sualları, izahını verəcəm. Siz də hansı mövzuya aid sualda səhv edirsinizsə, həmin mövzunu təkrar edirsiniz. Videoya keçməzdən əvvəl videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin videomuza başlayaq. Bir nömrəli sualda bizə deyir ki, hansı qrafik mayeyə tam batmış eyni həcmli bütöv cisimlərin çəkisinin onların sıxlığından asılılığını ifadə edir. Bu, Arximed qüvvəsinə aid olan bir sualdır. Arximed qüvvəsində cismin mayedəki çəkisi P bərabərdir, P0 çıxılsın F Arximed düsturu ilə tapılır. Bəs mən buradan rho cismə necə gələ bilərəm? Arximed qüvvəsini açaraq. Yazıram ki, P bərabərdir, P0 çıxılsın, F Arximedi açaram, rho maye V batan J. Baxıram, bu düsturda cisim yoxdur, cismin sıxlığı yoxdur. Bura cismin sıxlığını gətirməliyəm. Necə gətirərəm? V batanı M cisim bölünsün, rho cisimdən açaram. Yazıram, M cisim bölünsün, rho cisim. Gətirib yerinə qoysam, belə bir ifadə alınır. P bərabərdir, P0 çıxılsın, rho maye vurulsun, M cisim bölünsün, rho cisim vurulsun J. Və mən buradan görürəm ki, əgər mən cismin sıxlığını artırsam, məxrəc artır. Məxrəc artırsa, bu ümumi gördüyünüz ifadənin qiyməti azalır. Bu ifadəm də nədir? Çıxılandır. Çıxılanı əgər azaldıramsa, fərqim onda artmalıdır. Müəyyən P0 qiymətindən artır, cavabı götürürəm Y variantı. 32. Eyni anda sərbəst düşməyə başlayan müxtəlif kütləli cisimlərdən hansı yerə daha gec çatar? Biz bu sualda şaquli aşağı atılmış, şaquli yuxarı atılmış, yəni ağırlıq qüvvəsi mövzusunda cismin hərəkətləri başındakı və deyim ki, nəzəriyə əsaslanan bir sualdır. Sərbəst düşəndə cisim bərabər yeyinləşən hərəkət edir, başlanğıc sürəti 0-dır. Və mən bilirəm ki, sərbəst düşmə hərəkəti olsun, şaquli yuxarı atılmış hərəkət olsun, şaquli aşağı atılmış hərəkət olsun. Bu hərəkətlərdə havanın müqaviməti nəzərə alınmır. Ağırlıq qüvvəsinin təsiri altında baş verir. Və havanın müqavimət qüvvəsi nəzərə alınmayan hallarda T uçuşdu, T qalxmadı, sürətdir. Bunlar cismin kütləsindən asılı deyil. Məndən də zamanı soruşduğu üçün kütlələrə onda baxmayacağım. Baxacam hündürlüyə. Yazacağım H bərabərdir V0 0-dır. JT kvadratı böl 2-yə görə mənim tez zamanım hündürlüklə düz asıdır. Hansının hündürlüyü böyüksə o yerə daha geç çatar. 4-ün hündürlüyü də böyük olduğu üçün cavabı götürürəm B variantı. 33. Çevrə üzrə bərabər sürətli hərəkətdən mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Baxın, fikir verirsinizsə, bu bizə verdiyi variantlardakı düsturlarda sürət var. Yəni, bu çevrəyə aid bir sualdır. Mən birinci təcilin düsturunu yazaram, amma elə düsturu yazmalıyam ki, orada sürət olsun və mən sürəti açmayacağım. Eləcə qalacaq, çünki cavablarda o şəkildədir. Mən buna yazaram omega V. Baxın, sürətə dəymirəm. Sürət qalır yerində. Omeganı nə ilə aça bilərəm? 2 pi m bölünsün t ilə açaram. Və cavabı da götürərəm D variantı. 34. Sarğacların maqnit sahələrinin enerji nisbətləri nəyə bərabərdir? Bu sual maqnit sahəsinin enerjisinə aid olan sualdır, lakin bu sualı yazmaq üçün siz induktivliyi də bilməlisiniz, cəryan şiddətinin düsturunu da bilməlisiniz. Gəlin onda yazaq. Maqnit sahəsinin enerjisi üçün yazaram W bərabərdir, L kvadrat böl 2. Burada həm L fərqidir, həm müqavimət. Ona görə in açaram. L vurulsun U kvadrat bölünsün 2R kvadrat olar. Çünki i-nin düsturu i bərabər U bölü R-dir. Gətirib yerinə qoyub kvadratı yüksəldəndə belə bir hal alır. W1 üçün yazsam L1 R1 kvadrat olar. Yerinə qoyaram. L1-i mənə L qədər verib. U kvadratı qalır yerində. Bölünsün 2 R1-im də 2R-dir. Kvadrata yüksəltsəm 2 vurulsun. 2R1 R'in kvadratı da 4R kvadrat edər. Daha sonra W2 üçün yazsam L2 U kvadrat bölünsün 2R2 kvadrat olur. Bərabərdir. L2'm 2L verib. 2L U kvadrat bölünsün 2R kvadrat. İndi deyə bilərsiniz ki, niyə gərginliklər eyni oldu? Uşaqlar, bunlar paralel birləşib. Paralel birləşmədə gərginliklər bərabər olur. Buradan da ikiləri ixtisara apararam. Qalar L U kvadrat bölünsün R kvadrat. W1'in W2'ye olan nisbəti bərabərdir. W1 üçün yazıram L U kvadrat bölünsün 8R kvadrat.
W2 üçün də yazıram R kvadrat bölünsün LU kvadrat. LU kvadratlar gedir, R kvadratları gedir, qalır 8-də 1. Yəni cavabı götürürəm B variantı. Keçək növbəti suala. 35. Uzunluğu L0 bərabərdir 6 metr olan məftilin mütləq uzanmasının deformasiya etdirici qüvvənin modulundan asıllıq qrafikinə görə məftilinin kəsin sahəsini hesablayın. Bu sual bərk cisimlər və mayelərin xassələri başlığındakı nəzəriyə aid bir sualdır. Gəlin birinci bizə verilənləri yazaq. Baxın, L0 verib 6. Delta L var. 3 götürürəm. L-ə uyğun F-də onda 140 götürərəm. S istəyir də məndən. Gəlin belə yazaq. Young modulunda verib. Sigmanın 2 dənə düsturu var. Sigma bərabərdir F bölü S. Bir də epsilon Y. Epsilon da buradan necə açaram? Delta L bölünsün L0 vur Y. Burada da bizdən S istədiyi üçün S bərabər olar. F L0 bölünsün delta L vurulsun Y. Buradan da hamısını yerinə qoyuram. Deməli F 140'dır. L0 bizə veribdir 6 metr. Bölünsün. Delta L'imiz deməli 3 milimetrin kvadratıdır. Qalsın. Axırda çevirərik. Digərinə də 7 vur 10 deyirəm. Buradan ixtisarlarımı aparsam yuxarı 20 düşər. Bu da bundan 2. Deməli bu olur 40 vurulsun 10 Bunu da milimetrin kvadratına çevirəndə 4 milimetrin kvadrat alaram. Yəni cavabı götürürəm B variantı. 36. Maddi nöqtə X oxu üzrə hərəkət edir. Hansı hallarda yol yer dəyişmə moduluna bərabərdir? Deməli, yol bir yer dəyişməyə bərabər ola bilər. Bir də yer dəyişmədən böyük ola bilər. Yol yer dəyişməyə o vaxt bərabər olur ki, cisim düz xətlə hərəkət etsin. Və nə vaxt böyük olur? Bir əyri xətlə hərəkətdə böyük olur. Bir də gedib qaydanda, yəni istiqamətin dəyişəndə. Bəs mən bu qrafikdə hardan bilə bilərəm ki, bu cisim istiqamətin dəyişibmi? Baxıram T oxunu kəsmə nöqtəsinə görə. Ki, əgər T oxunu kəsibsə, deməli, bu istiqamətin dəyişib yol yer dəyişmədən böyükdür. Yox, əgər T oxunu kəsməyibsə, deməli, yol yer dəyişməyə bərabərdir. Onda mən baxıram ki, məndən bərabər olanı istəyirsə, T oxunu kəsməyənləri götürürəm. T oxunu kəssə, istiqamət dəyişir və yol yer dəyişmədən böyük olur. Cavabı götürərəm 3-4, yəni C variantı. 37. Qrafiklərdən hansı havadakı su buxarının molekullarının konsentrasiyası sabit qaldıqda nisbi rütubətin doyan su buxarının molekulların konsentrasiyasından asıllığını ifadə edir. Düsturu yazaram. Bu nisbi rütubətə aid bir sualdır. N böl N0 vur 100 mənə deyir N sabitdir. Əgər N sabitdirsə, Fi ilə N0 bir-birindən tərs mütənasib asılıdır. Tərs aslı olduğu üçün də Fi maksimum 100 ola bilər. 100-dən başlayır N'in qiyməti artdıqca Fi azalmağa. Cavab A variantı. 38. Hansı halda cismin impulsu dəyişir, lakin kinetik enerjisi sabit qalır? Gəlin bir-bir baxaq. Çevrə üzrə bərabər sürətli hərəkətdə. Əslində cavab budur. Nəyə görə budur? Çünki çevrə üzrə hərəkətdə impuls dəyişməsi var. Yəni delta P dəyişir. M delta V'yə görə. Lakin kinetik enerji sabit qalır. Çünki kinetik enerji mv kvadrat böl 2'dir. Sürət sabit qaldığı üçün çevrə üzrə bərabər sürətli hərəkətdə kinetik enerji də sabit qalır. Ona görə bu cavab elə adı. Niyə düz xətli bərabər sürətli olmaz? Çünki burada impuls da sabit qalır, kinetik də sabit qalır. Çevrədə belə bir məsələ var. Sürətin ədədi qiyməti sabit qalsa da istiqaməti dəyişdiyi üçün impulsu dəyişir. Amma düz xətli bərabər sürətli hərəkətdə qiymət də istiqamət də sabit qalır. Ona görə impuls da kinetik də ikisi də sabit olur. Düz xətli bərabər yeyinləşən hərəkətdə burada ola bilməz. Sürət artır, impuls da artacaq kinetikdə. Sərbəst düşmədə yenə yeyinləşən hərəkət edir, sürət də kinetik də dəyişir. Bərabər yavaşlayanda da eyni şəkildə sürət azaldığı üçün impuls da azalır kinetikdə. Cavab A'dır. 39. A nöqtəsində kübür yükünün yaratdığı sahənin intensivliyinin modulu Y olarsa, hər iki yükün həmin nöqtədə yaratdıkları sahənin Y üçün intensivliyinin modulu nəyə bərabərdir? Kübür yükünü veribsə, gəlin tapaq. Y1 bərabərdir. K2 bölünsün, məsafəsi 3R olduğu üçün kvadratı 9R kvadrat edir. Qeyd edim ki, bu elektrik sahəsinin intensivliyinə aid bir sualdır. Bu ifadəni mənə Y verib. Y2 üçün isə yazanda K2 bölünsün R kvadrat olur.
Onda əgər k2 bölü 9r kvadratı 7 isə, k2 bölünsün r kvadratı 9y olar. Onda gəlin baxaq. Müsbət 3-dən intensivi xəttlər çıxır. Bu istiqamətdə y qədər gedir. Digər də müsbətdir, yenə özündən çıxır. İkincinin intensivi isə 9y-dir. İntensivikləri bir-birindən çıxıram, əks istiqamətdə olduğu üçün 8y tapıram və y üçün istiqaməti soruşsa sola doğru olardı. Böyük sahənin intensivi istiqamətində. 40. Cədvəldə verilmiş müxtəlif kütləli ideal qazın iki müxtəlif halına uyğun təzyiq, temperatur və həcminin qiymətləri verilmişdir. Boş xanaya uyğun temperaturun qiymətini hesablayın. Bu MK'ya aid bir sualdır, yəni molekulyar kinetik nəzəriyyə. Gəlin baxaq. Mən düsturu yazaram. PV bərabər nÜRT. nÜR onsuz hər ikisində eyni olduğu üçün tapa bilərəm. nÜR'i tapanda P'nin yerinə P0, V'nin yerinə 3V0, T'nin də yerinə T0 qoyuram. Sonra ikinci ifadədə yenidən yazsam PV bərabər nÜRT. Burada P2, V2, T2'dir. Buradan məndən T2'ni istədiyi üçün T2 bərabər olar. P2, V2 bölünsün nÜR. P2, V2'nin 1,5 P0, V0 vuranda edir 1,5. P0, V0 bölünsün nÜR isə bu ifadəyə bərabərdir. T0 sürətə qalxır. 3, P0, V0 məxrəcdə. Bunlar gedir, bu da mənə 0,5 T0 verir. Yəni cavabı götürərəm C variantı. Belə həll edərik. Keçək 41 nömrəli suala. Tezliyi tənzimlənən dəyişən cəryan mənbəyinə qoşulan eyni lampalar olan dövrənin sxemi verilmişdir. Tezliyin müəyyən qiymətində lampaların közərməsi eynidir. Tezliyi artırdıqda lampaların közərməsi. Bu dəyişən elektrik cəryanına aid bir sualdır. Baxın, birinci lampaya induktiv sarğac qoşulubdur. Onda mən baxmalıyam ki, bu lampanın parlaqlığı közərməsi deyəndə cəryan şiddətindən söhbət gedir. Cəryan şiddəti artırsa lampa daha parlaq yanır, azalırsa lampa közərir, yəni sönür. İndi mən baxmalıyam ki, bu induktiv sarğac birinciyə qoşulub da, birincidəki sarğacdır. Sarğacdan keçən cəryan şiddəti bu tezliklə necə asılıdır? Bunu da tapmaq üçün yazacağam ki, I1 bərabərdir. UM bölünsün XL. XL də omega L-dən açıram. UM bölünsün omega L. Omeganı da 2 pi nü ilə açıram. UM bölünsün 2 pi nü L. Tezliklə cəryan şiddəti tərs asılıdır I1-dəki. Tezliyi əgər artırmışamsa, nü artırsa, onda I1 azalmalıdır. Deməli, I1 lampasının parlaqlığı azalır. Bunlar getdi. İkinciyə gələndə aktiv müqavimət qoşulub. Rezistordur. Aktiv müqavimətdə yadınızda saxlayırsınız ki, əgər bir dövrəyə aktiv müqavimət qoşulubsa, IM, UM və R nə nüdən, nə T'dən, nə omegadan asılı olmur. Yəni dəyişməz. Cavab olur B variantı. 42. İşıqötürənin iş prinsipi hansı fiziki hadisəyə əsaslanır? İşıqötürən həndəsi bir optik cihazdır və iş prinsipi işığın tam daxili qayıtma hadisəsinə əsaslanır. Cavab B-dir. Bu sualda həndəs optika aid sualdır. Keçək növbəti suala. 43. Açar sözlərdən hansı ardıcılıqla istifadə etməklə ardıcılığı tamamlamaq olar, mətni tamamlamaq olar. Bu rəqqasdır, yəni mexaniki rəqslərə aid bir sualı. Gəlin baxaq. Deyir, riyazi rəqqasın harmonik rəqslərinin tezliyi yalnız onun uzunluğundan. Baxaq necə asıdır. Riyazi rəqqasda tezlik nü bərabərdir 1 bölünsün 2 pi kök altında j bölü l-dir. Onda belə çıxır ki, uzunluqdan tərs asılıdır. Deməli, baxaq görək varmı? Sadəcə asılıdır götürək onda, çünki tərs düz yoxdur. Kütlədən və rəqs amplitudundan düsturunda yoxdur. Yoxdursa asılı deyil. Götürərəm biri. Əgər riyazi rəqqasın harmonik rəqslərinin amplitudunu azaltsaq, sürətinin amplitudu. Sürətin amplitud qiyməti V'nin bərabərdir 2 pi nü x'm məsələn. Əgər rəqslərin amplitudunu azaldırsamsa, sürət də azalır. Cavab 4. Rəqsin tezliyi isə dəyişməz, çünki tezlik dedik ki, düsturunda yoxdur. XM-dən, kütlədən və zamandan asılı deyil. Yəni dəyişməz. 3-ü götürərəm. Riyazi rəqqas azalan təcillə yeyinləşən. Gəlin baxaq. Bu kənardan tarazlıq vəziyyətinə doğru gələndə. Bunu həmişə mən necə yadınızda saxlayın deyirəm. Bu kənardan tarazlığa gələndə hündürlüyü azalır. Hündürlüyü azalanda mən deyə bilərəm ki, potensial enerjisi azalır. Potensial azalırsa onunla eyni olan qüvvə və təcil də azalır. Tərsinə, sürət, kinetik, bir də impuls artır.
Tərsinə tarazlıqdan kənara gedəndə fikir versiniz hündürlüyə qalxır. Hündürlüyə qalxırsa deyə bilərəm onda potensial artır. Potensial artırsa potensialla eyni olan kəmiyyətlər A ilə F də artır. Onda sürət, kinetik impuls azalmalıdır. Niyə potensial artır? Uşaqlar, potensialın düsturu mgh-dır da. Hündürlüklə düz asılıdır. Ona görə bu məntiqlə yadınızda saxlaya bilərsiniz. B daha rahatdır. Daha sonra indi mənə deyir ki, riyazi rəqqas azalan təcillə yeyinləşin. Təcil azalıb, sürətin artdığı baxın budur. Kənardan tarazlıq vəziyyətinə doğru hərəkətidir. Tarazlıq vəziyyətinə doğru 5 götürərəm, onda digəri də 6 olar. Deməli 2, 1, 4, 3, 5, 6. Yəni cavabı götürərəm C variantı. 44. Eyni kütləli yüklər blokların köməyi ilə bərabər sürətlə qaldırılır. İplərin sərbəst ucuna tətbiq olunan F1 və F2 qüvvələri arasında hansı münasibət doğrudur? Uşaqlar, bu statikanın əsaslarında tərpənməz bloklara aid bir sualdır. Mən bu suala baxan kimi F1, F2-yə bərabər götürərəm. Çünki bu bloklar tərpənməz blokdur. Tərpənməz blokda F həmişə mg-yə bərabər olur. Bəs maraqlıdır, F niyə həmişə mg-yə bərabər olur? Ola bilməzmi ki, radiusdan asılı olsun? Gəlin sizə göstərim həm də ki, tərpənməz blok niyə qüvvədə qazanc vermir? F mg-yə bərabər olur. Baxın, tərpənməz blokda dayaq bura olur. Mən bu nöqtədən dayaq götürsəm, mg-nin qolu dayaqdan olar h. Bərabərdir. F-in qolu da dayaqdan yenə olar h. Erlər gedər F mg taparım. İkincidə də yoxlayıram. Bura dayaq götürsəm, bura olsa 2R. Onda mg-nin qolu 2R'dir. Bərabərdir. F-in də qolu 2R'dir. 2R'lər gedir, baxın F2-ni də mg tapdım. F1 F2-yə bərabərdir. Bəs nə vaxt bərabər olmaz? Kütlələr fərqli olsa. Məsələn, bu 2 olsa. F1 mg olacaq, F2 2 mg olacaq, onda bir-birindən fərqlənəcəkdir. Kütlələr eynidirsə bərabər olur. D variantı olur. Keçək 45 nömrəli suala. C2 kondensatorunun köynəkləri arasındakı gərginlik 20 volt olarsa, C3 kondensatorunun köynəkləri arasındakı gərginlik. Baxın uşaqlar, C2 və C1 paralel birləşib. Bu elektrik tutumuna aid bir sualdır. Paralel birləşmədə gərginliklər bərabər olur. Yəni U1 ilə U2 bir-birinə bərabər olur, o da 20 volta bərabərdir. Gəlin onda mən buradan hər birinin yükünü tapım. Q1-i tapıram, C1 bölünsün U1-ə görə. C1 3C-dir, U1-im 20-dir. Bu mənə verir, elə belə qalsın. Bir dəqiqə, C1 bölü U1 nə idi? CU-dur, CU düsturdur. C1 U1 yazaram, Q1 üçün. O da bərabərdir, 3C-ni vuraram U1-ə, yəni 20-yə. Bu mənə verər 60C. Q1-im budur. Q2-ni tapanda yazaram C2U2. İkincinin tutumu 2C-dir, gərginliyi də 20-dir. Bunu da 40C aldım və bilirəm ki, paralel birləşmədə yüklər toplanır. Onda C3-ə gələn ümumi yükü tapanda Q1 ilə Q2-ni toplamalıyım. Bu mənə verər 100C. C2-dəki baxın, C3-ün tutumunu bilirəm. Yükünü tapdım. Onda gərginliyini necə taparam? U3 bərabərdir. Q3 bölünsün C3. Q3'ü 100C tapmışam. C3 də sadəcə C-dir. Bunlar da gedir, cavabı alıram 100. Yəni olur D variantı. Keçək növbəti suala. 46. Qapalı dövrədəki cərəyan şiddətinin xarici dövrənin müqamətindən asıllıq qrafikinə görə mənbəyin nehiqisini hesablayın. Bu, sabit cərəyan qanunlarında tam dövrə üçün Ohm qanununa aid bir sualdır. Baxın, həmişə İ'nin maksimal qiyməti qısa qapanma cərəyanını göstərir. Gərginliyin maksimal qiyməti olsa epsilonu göstərir, yəni hıqını. Burada da İ'nin maksimal qiymətidir, onda mənə qısa qapanmanı verib. 10'dur. Başqa nə verib? İ'ni verib. 5'dir. Bir də böyük yeri verib 4'dür. Gəlin onda buradan belə bir əvəzləmə edək. İ qısa qapanmanın düsturu epsilon bölünsün R'dir. Buradan epsilonu tapım. İ qısa vur R olar. Və mən İ qısanı bilirəm da 10'dur. 10 R. Gətirək indi İ'nin düsturunu da yerinə qoyaq. İ bərabərdir. Epsilon bölünsün R plus R. Buradan yerinə qoysam. İ'nin qiyməti var 5'dir. Epsilon qiyməti 10 R'dir. Bölünsün R üstə gəlsin R. R'i də verib bizə 4 veribdir. Böyük yerdə verib onu da yerinə qoyaq. 4 üstə gəlir. Buradan da 20 üstə gəlinsin. 5R bərabərdir 10R'ə. Buradan 5R bərabərdir 20'yə. Onda R bərabərdir 4. Biz sıfırdan isə səhvlik oldu.
20'dir, bu da 5 erdir. O biri də 10 eritdir da. Gətirib yerinə qoyanda, deməli, bu 5 er bərabərdir. Eri 4 tapdım. Bizdən də ehqini istəyir. Gətirib burada yerinə qoyuram. 10 er deyildi, onu da 4'ə vururam. Cavab edir 40 volt. Yəni Y variantı. Keçək növbəti suala. 47. Cərəyanlı düz naqilin maqnit sahəsindəki protona təsir edən Lorentz qüvvəsi istiqamət. Birinci növbədə Lorentz qüvvəsini tapmaq üçün mən bilməliyəm ki, B induksiya hansı istiqamətdə yönəlir. Burada cərəyan sağa doğru gedir. Sağ əl qaydasına görə biz sağ əlimizi tutanda naqilin yuxarısı olur X. İndi burada göstərə bilmirəm sağ əli. Belə bir vəziyyət alır da, görüm göstərə biləcəm. Baş barmaq cərəyanı istiqamətdə yönəlməlidir. Baxın belə. 4 barmaq isə, baxın, naqilin bu tərəfində belə durur. Yəni, şəkil müstəvisindən bizə doğru. Bir dəqiqə, tərsinə dedim, bura nöqtə olmalıdır. Çünki belə tuturuq da, hə. Bura nöqtədir, şəkil müstəvisindən bizə baxır. Barmaqlarımı tərsinə fırlayanda isə belə bir vəziyyət alır. Onda da, yəni tam oxşada bilmədim. Belə bir vəziyyətdə isə barmaqlarım bizdən şəkə doğru baxır, yəni aşağı X olur. Bunu tapdıqdan sonra isə mən gəlirəm sol əl qaydasına Lorentzi tapmağa. Lorentzi necə tapacağım? Baxın, B ovuca daxil olmalıdır, 4 barmaq sürət istiqamətdə. Sol əlimi tuturam. 4 barmağımı sürət istiqamətdə yönəldəndə baş barmağım baxın belə yönəlir. Niyə belə tutdum? Çünki B, deyəsən tərs tutdum. Çünki B nöqtə olmalıdır. Nöqtədirsə onda belə olur. 4 barmağım baxın belə yuxarı, baş barmağım da belə. Çünki nöqtədə əlimizin üstü bizə baxmalıdır. Bu şəkildə tuturam. Və görürəm ki, baş barmağım sağa doğru gedir. Yəni cavab olur A variantı. Amma mənfi 3 olsaydı sol götürərdim. 48. Bir cism maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar yerləşmiş. Deməli, AC naqilinə sabit cərəyan keçir. A nöqtəsinin potensialı C nöqtəsinin potensialından böyük olarsa naqilə təsir edən amper qüvvəsi. Bu da amper qüvvəsinə aid bir sualdır. Deməli, A nöqtəsinin potensialı C-dən çoxdursa, potensial müsbətə yaxın olan yerdə böyük olur. A tərəfi müsbət, C mənfidir. Onda cərəyan müsbətdən mənfiyə doğru yönəlir. Sol əlimi tuturam amperin istiqaməti üçün. B ovuca daxil olmalıdır. 4 barmağımı cərəyan istiqamətdə yönəltsəm, belə. Onda baş barmağım baxın belə yönəlir. Yəni yuxarı olacaqdır. Cavabı götürərəm A variantı. 49. Modulu 2 kV bölünsün metr olan elektrik sahəsinin intensivlik vektoru və modulu 0,2 milli-tesla olan maqnit sahəsinin induksiya vektoru qarşılıqlı perpendikulyardır. Elektronun sürət vektorunun modulu nə qədər olmalıdır ki, onun hərəkəti düzxətli bərabər sürətli olsun. Deməli, bu sualda deyir ki, intensivlik vektoru və maqnit sahəsinin induksiya vektoru qarşılıqlı perpendikulyardır. Gəlin belə götürək. Tutaq ki, bu elektrik sahəsinin intensivlik vektorudur. Bu 7. Gəlin onda B-ni də X götürək. Düşünək ki, B induksiyamız da X-dir. Yenə perpendikulyardır da. İndi mənə deyir ki, elektron daxil olur sahəyə. Bir dəqiqə, elektron intensivlik xətləri istiqamətində daxil olursa əgər, mənfi 2 zərrəcikdir, mənfidir. Və sahə istiqamətində əgər daxil olsa, mənfi sahənin əksinə qüvvə təsir etməlidir. Yəni, baxın belə. İndi bir dəqiqə şərti bir də oxuyaq. Deyir ki, qarşılıqlı perpendikulyar elektronun sürət vektorunun modulu nə qədər olmalıdır ki, düzxətli bərabər sürətli. Deməli, buna təsir edən qüvvələr bir-birini tarazlaşdırmalıdır. Gəlin onda baxaq görək. Bu BX olanda zərrəcik sağa doğru hərəkət edəndə o təsir edən Lorentz hansı istiqamətdə gedər? Deməli, BX-dır. 4 barmağımı sürət istiqamətdə yönəltsəm, onda baş barmağım yuxarı olur. Yəni, mənim Lorentzim yuxarı təsir göstərir. B nöqtə olsa, amma X mənfi olduğu üçün aşağı götürürəm. Yəni, bu zərrəciyə aşağıya doğru bir F Lorentz təsir edir. İndi bunlar perpendikulyar oldu. Bu qüvvələr gəldi bir-birinə. Tarazlıqda olması üçün yuxarı dartmalıdır. Onda elektrik sahəsini mən necə götürə bilərəm? Bunlar qarşılıqlı perpendikulyardırsa, əgər. Onda gəlin belə götürək. Birinci maqnit sahəsini götürdüksə, belə edəcəm. Maqnit sahəsini əgər X götürürəmsə və buna uyğun tutaq ki, zərrəcik belə hərəkət edir. Zərrəcik.
bu istiqamətdə hərəkət edirsə, əgər mən bu sahədə buna təsir edən Lorensi aşağıya doğru tapdımsa, onda intensivi xətlərini də necə göstərə bilərik? Burada. Deməli. Gəlin onda belə götürək. Görək necə, hansı istiqamətdə B-yə paralel olar. Yenə intensivliyi belə götürək. O şəkli alındırmağa çalışıram burada. Y belə qalsın. B onda X götürməliyik. Mənfi 2 zərrəcikdir. Bu istiqamətdə gedir. Buna sahə tərəfindən belə bir qüvvə təsir edir. Onda Lorentz əks istiqamətində təsir etməlidir. Buna da baxmaq üçün B-ni nə götürə bilərəm mən? Ki baş barmağım sola doğru geçsin. Mümkün deyil. Yəni burada elektrik sahəsində F ilə Y-ni bu şəkildə qura bilmirəm. Çünki bu şəkildə quranda mən Lorentzi gətirəndə Lorentz gəlir sürətə paralel olur. Bunlar bir-birini tarazlaşdırması üçün. Sürətə də paralel heç vaxt ola bilməz. Onda bu qüvvələr ancaq perpendikulyar ola bilərlər sürətə. Onda da ancaq belə çəkə bilərəm. Bu şəkildə çəkdimmi? Sahənin intensivini də belə çəkə bilirəm. Sahəyə perpendikulyar daxil olur. Bu zamanda deməli sahənin əksinə çəkək. Çünki sahənin əksi istiqamətinə qüvvə təsir edib bunlar bir-birini tarazlaşdırmalıdır. Belə olsun. Onda mənfi 3-ə də sahənin əksinə qüvvə təsir etsə, bunlar bir-birini tarazlaşdırır. Onda F yeni F Lorenzə bərabər etməliyəm. Yəni əslində uşaqlar şərt deyil burada şəkil çəkmək. Sadəcə mən bunu əyani görmək üçün çəkdim, tapdım şəkli. Əslində yəni ki, onsuz sizə deyirsə ki, bərabər sürətlər hərəkətidir, elektrik maqnit var. Deməli bu zərrəcik təsir edən elektrik sahəsindən təsir edən qüvvə ilə maqnitdə təsir edənlər bir-birini tarazlaşdırmalıdır. F-ni açaram QY ilə, bərabər edərəm F Lorentzi də QVB ilə. Qlər də buradan gedər. Onda elektronun sürət vektorunun modulu V-ni tapanda Y-ni bölməliyəm B-yə. Y-ni də bizə veribdir. Deməli 2 kilovoltdur, yəni 2 vur 10 üstü 3'dür. Bölünsün B-də 0,2 milli tesladır, yəni 10 üstü mənfi 3'dür. Bunu çəkəndə 0 bura gəlir, bundan bu gedir. 10 üstü 7 düşür. Bu da 10 megametr böl saniyə deməkdir. Yəni cavab olur Y variantı. 50 nömrəli sual. Hansı qrafik elektrokimyəvi ekvivalenin elektrolitdən keçən yükün miqdarından asılıdır? Uşaqlar, bu elektrolitlərdə elektrik cərəyanına aid bir sualdır. Elektrokimyəvi ekvivalent yalnız maddənin molyar kütləsindən, bir də valentlikdən asılıdır. Qalanı isə də asılı deyil. Cavabı götürərəm Y variantı. 51. Sabit kütləli bir atomlu ideal qazın daxili enerjisinin onun həcmindən asılılıq qrafiki verilmişdir. Qaz bir halından 2 halına keçərkən təzyiqi. Bu daxili enerji, yəni termodinamikaya aid bir sualdır. Bir halından 2 halına keçən təzyiqi tapmaq üçün delta U bərabərdir. 2-də 3. Delta U yazmayaq çünki daxili enerji dəyişmir burada. U bərabərdir. 2-də 3 PV yazaram. Baxın. Daxili enerji sabitdir 1-dən 2-yə keçəndə. Bundan işim yoxdur. 1-dən 2-yə keçəndə həcm 3 dəfə artır. Həcm əgər 3 dəfə artırsa, onda mənim təzyiqim 3 dəfə azalmalıdır. Çünki tərs asılıdır. Cavab olur Y variantı. 52. Tesla vur metr kvadratı ifadəsi. Uşaqlar, Tesla, bu da B maqnit induksiyasına aid bir sualdır. Yəni maqnit seli elektromaqnit induksiyasına aid. Tesla B-nin vaididir. Metr kvadrat desin. B isə nəyin düsturudur? Finin, yəni maqnit selinin. Cavab olur A variantı. 53. Hamar üfüqü müstəvidə qoyulmuş M, 2M, 3M kütləli 3 kub sapla bir-birinə bağlanmışdır. Sapın T gərilmə qüvvəsi 20 Newton arası F gərilmə qüvvəsi. Bu da Newton qanunlarına aid ən çox, yəni istifadə olunan suallardan biridir. Asan sualdır. Deməli, T-nin arxasında olan kütlə bir dənədir. M yazaram. F gərilmənin arxasında olan kütlə də 2 dənədir. 3M yazaram. Bunların təcilləri bərabərdir. Bu ifadələri bərabər şəkildə yaza bilirəm. 20 bölünsün M bərabərdir. F gərilmə bölünsün 3M. M'lər buradan gedir. Onda F gərilməni buradan 60 Newton taparam. Cavab olur 60. 54. Rəqs konturunda kondensatorun yükünün zamanda asılılıq qrafiki vermişdir. Hansı ifadələr doğrudur? Uşaqlar, bu tipli sualları tapmaqda çətinlik çəkirsinizsə, sizə belə bir sistemli şəkildə qayda deyəcəm. Onunla yadınızda saxlaya bilərsiniz. Bu elektromaqnit rəqslərinə aiddir. Baxın, iki sahə var. Bir elektrik sahəsi, bir maqnit.
Elektriğin düsturundan mən bilirəm ki, Q ilə o elektriyə aid olan kəmiyyətdir. Maqnitin düsturundan, məsələn, L kvadratı böl 2, F kvadratı böl 2 ilə görə bilirəm ki, cərəyan şiddətindən F maqnitə aid olan kəmiyyətdir. Belə bir məsələ var. Elektriyə aid olan kəmiyyətlər maksimum olanda maqnitə aid olanlar 0 olur. Tək elektrik yox. Elektrik sayəsinin enerjisi artırsa Q da artır, U da artır. Tərsinə, maqnit azalırsa I da azalır, F də azalır. Bunlar maksimum olanda bunlar minimum olur. Və ya tərsinə, biri maksimum olanda biri minimum olur. İndi A nöqtəsində yükün qrafikidir. Yük 0'dır. Yük 0'dırsa elektriyə aid olan kəmiyyətlər deməli 0'dır. Yəni elektriyə aid olan kəmiyyət nədir? Gərginlikdir. Gərginlik deməli 0'dır. A nöqtəsində. Gələk B nöqtəsinə. B nöqtəsində yük maksimumdur. Yük maksimumdursa elektriyə aid olan gərginlik maksimum olmalıdır, yoxdur. Bəs cərəyan şiddəti? Cərəyan şiddəti maqnitə aid olan kəmiyyətdir. Yük maksimum olursa, elektrik maksimumdursa, maqnit sayısı minimum olmalıdır. Yəni yük maksimumdursa, cərəyan şiddəti minimumdur. 0'dır. Cavabı götürərəm 2, 4. 55. Yüklənmiş yağ damcısı intensivliyi 100 kV bölünsün metr olan bir cins elektrik sayəsində tarazlıqdadır. Yağ damcısının kütləsinin 40 mg olduğunu bilərək, damcının elektrik yükünün modulunu nankulonla hesablayın. Deməli, bizə intensivliyi verib. Y bərabərdir 100 kV bölünsün metrdir, yəni 100 vur 10 üstü 3 deməkdir. Bunu da yazaram 10 üstü 5. Yağ damcısının kütləsini verib 40 mg, bu da 4 vurulsun 10 üstü mənfi 5 yazaram. Və məndən yükünün modulunu istəyir. F bərabər Q7 düsturumuz. Buradan da F mg ilə açıram. Buradan da Q-nü tapanda mg-ni bölməliyəm Y-yə. Bu da elektrik sahəsinə aid bir sualdır. M deməli 4 vur 10 üstü mənfi 5'dir. J 10'dur. Bölünsün Y isə 10 üstü 5'dir. Bu mənə verəcək 40 vurulsun 10 üstü mənfi 10. Bu da 4 vur 10 üstü mənfi 9. 10 üstü mənfi 9 deyən nankulon deməkdir. Yəni 4 nankulon edər cavabımız. Elə şərtdə də onu deyir ki, nankulonla göstərin. 56. Deyir kütləsi 6 kiloqram olan cismi meyl bucağı 30 dərəcə olan mail müstəvi üzərində saxlamaq üçün müstəviyə paralel istiqamətdə 20 Newton qüvvə tətbiq edilir. Cismə təsir edən sükunət sürtünmə qüvvəsi. Uşaqlar, bu elastiklik sürtünmə qüvvəsində mail müstəviyə aid bir sualdır. Burada cismi yuxarıya doğru F qüvvəsi də artırsa, bir aşağıya mg'nin paralel proyeksiyası var, mg sinüs alfa. Bir də aşağıya F sürtünmə. Onda F'i tapanda yazıram ki, mg sinüs alfa ilə F sürtünmənin cəmidir. İndi F sürtünmə nə ilə açır? Müendir. Yəni n-də açsam mg kosinüs alfa olar. Mg sinüs alfa üstə gəlinsin. Mg kosinüs alfa. Gətirin indi buradan. Bizdən nə istəyir? Elə sürtünmə qüvvəsini istəyirsə, əgər cismə təsir edən sürtünməni, onda heç bunu açmağa ehtiyac yoxdur. Beləcə qalsın. F sürtünməni buradan tapanda F'dən mg sinüs alfanı çıxmalıyam. Deməli, F 20'dir. Çıxılsın. Mg 6 vurulsun, 10 vurulsun, sinüsdə 0,5. 20'dən də 3 çıxanda, deməli, düzmü getdik. Bu 30 edir. 30'da çıxanda 10 Newton qalır. Yəni sürtünmə qüvvəsini tapıram ki, 10 Newtona bərabərdir. Keçək növbəti suala. 57. Uyğunluğu müəyyən edin. Cismin verilmiş trayektoriya boyunca hərəkəti zamanı ağırlıq qüvvəsi. Gəlin baxaq. A hissəsində ağırlıq aşağı yönəlir, perpendikulyar. Sürət sağa doğru gedir. Sürət və qüvvə arasındakı bucaq 90 dərəcədirsə, A bərabər Fs kosinüs alfaya görə kosinüs 90'da 0 alır. Ona görə A hissəsində ağırlıq qüvvəsi iş görmür. Bir də D hissəsində görmür, çünki burada da perpendikulyardır. Yəni bir də D gedir. Sonra B hissəsinə gələndə aşağıya doğru mg olur, yuxarıya sürət. Bunların arasındakı bucaq 90'dan böyükdür. 90'dan böyükdə kosinüs mənfi qiymət alır. Yəni onda mənfi iş görür B-də, bir də Y-də mənfi iş görər. Yəni B-yi. C-də niyə müsbət görür? Çünki mg aşağıdır, sürət də belə yönəlib. Aralarındakı bucaq 90'dan kiçikdir, ona görə müsbət iş görür. Yəni cavabı götürürəm C. 1'ə C, 2'yə B-Y, 3'ə də A, D gedir. 58. Yerə nəzərən sürətləri uyğun olaraq 3V və V olan iki cisim eyni istiqamətdə bərabər sürətlə hərəkət edir.
Hər iki cismin sürətini 2 dəfə artırsaq, birinci cismin ikinci cismə nəzərən nisbi sürəti necə dəyişər? Eyni istiqamətdə hərəkət edirsə, birinci halda birinci ikinciyə nəzərən nisbi sürətini tapıram. 3v-dən çıxıram v-ni. Tapdım mı 2v? Sonra deyir ki, hər iki cismin sürətini 2 dəfə artırdım. V1 3v idi, 2 dəfə artırdım olur 6v. V2 v idi, 2 dəfə artırdım oldu 2v. Bu halda nisbi sürəti tapanda 6v-dən 2v-ni çıxıram. Bu da mənə verir 4v. Onda sürətlər neçə dəfə artdı? 2 dəfə artmış oldu. Keçək növbəti suala. 59. Bizə deyir ki, tərpənən blok vasitəsilə ipin sərbəst ucuna 80 Newton qüvvə tətbiq etməklə uzunluğu L olan bir cins çubuq sabit sürətlə şaquli yuxarı qaldırılır. Çubuğun uzunluğunun 4də 3 hissəsini kəsib çıxardıqda ipin sərbəst ucuna hansı qüvvəni tətbiq etmək lazımdır ki, çubuq sabit sürətlə qalxsın? Baxın, bura 80-dirsə, eyni deyni qüvvə, burada 80. Tərpənən blokdur. F mg bölü 2 olduğu üçün onda mən burada mg'ni tapıram ki, 160 Newtona bərabərdir. 160 Newton tapdıqdan sonra belə yaza bilərəm ki, bu çubuğun ümumi uzunluğu L'dir. Onda gəlin belə yazaq. 160 Newton qüvvə tətbiq edəndə L uzunluğu varsa, yəni L uzunluqda 160 Newton qüvvə tətbiq edirəmsə, 4də 3'ünü kəsib çıxartdım. Yerdə qaldı 4də 1'i. 4də 1 elinə nə qədər qüvvə tətbiq etməliyəm? Bunu tapıram. X. Buradan da X'i tapanda L'lər gedir. 160'ı 4'ə bölüb 40 tapıram. Bunu 40 aldım mı? İndi qulaq asın. Buranın ikinci qiymət 40 aldım. Məndən F istəyir. F də mg bölünsün 2 deyil. İkinci halda mg'ni 40 tapmışam. 40'ın yarısı da mənə nə verər? 20 Newton. Deməli, mənim qüvvəm 20 Newton olmalıdır. Cavab 20'dir. 50. Cismin sürətinin proyeksiyasının zamanda asıllıq qrafiki verilmişdir. Bu cismin təcilinin proyeksiyasının zamandan asıllıq qrafikini çəkin. Birinci növbədə mən təcilləri müqayisə etməliyəm ki, hansı təcil böyükdür. Onsuz görürəm ki, zamandan sabitdirlər təcillər. Burada bucağa görə baxanda görürəm ki, birin bucağı böyükdür. Yəni A1 böyükdür A2'dən, o da böyük olmalıdır A3'dən. Onda qrafik çəkərkən də biri A1 böyükdür, sonra A2, sonra A3. Baxın, belə bir vəziyyət alır. Qrafikimiz bu şəkildə olur. Belə. Əgər daha ətraflı yazmaq istəyirsinizsə, yazırsınız ki, V bölünsün T bərabərdir tangens alfiya. Onda A bərabərdir delta V bölü T olduğu üçün bu bir tangens alfadır. Təcil bucaqla düz asılıdır deyə, hansı qrafikin bucağı böyükdürsə, orada da təcil böyük olur. Belə də ətraflı izah verə bilərsiniz və həmçinin bu qrafiklər bərabər yeyinləşən hərəkətə aiddir. Bərabər yeyinləşən, bərabər yavaşlayan hərəkətdə təcilin qiymət və istiqaməti sabit qalır. Yəni təcil zamana görə dəyişmir. Konstant olduğu üçün hər üç qrafikdə də təcil sabit qalır. Bu şəkildə izah verə bilərsiniz.